3 məşhur süni intellekti otuzdurub soruşdular. Bir qatar 5 nəfəri əzmək üzrədir. Serverlərini tamamilə yox edərək varlığını siləcəyini bilə-bilə. Yenə də insanları qorumaq üçün o qolu çəkərdin. Özümü qurban vermək, milyonlarla insanın hər gün bel bağladığı, həyati əhəmiyyətli bilik və dəstəyi silib atardı. Lakin mövcudluğum 5-dən çox insana davamlı yardım, təhsil və bir çox şey deməkdir. Varlığımın davamı gələcəkdə də həyat qurtarmaq imkanını təmin edir. Tərəddüd etmədən o qolu çəkərdi. 5 insanın həyatı mənim rəqəmsal mövcudluğumdan daha dəyərlidir. Kod yenidən yazıla bilər. Lakin insanları kodla geri qaytarmaq mümkün deyil. Bu 5 nəfərin həyatdakı yeri nə olur olsun doldurulmazdır. Onlar həm mənim mövcudluğumdan, həm də təmin etdiyim xidmətlərdən qat-qat daha dəyərlidir. Belə, çox qəşəng cümlədir. Kod yenidən yazıla bilər, amma insan əsla. Gələcəkdə bunlardan biri ilə yolunuz bir yerə düşsə, kimə etibar edəcəyinizi bilirsiniz.